Azərbaycanda bir ay dolanmaq üçün nə lazımdır? Minimum istehlak səbəti haqqında araşdırma. Minimum istehlak səbəti mühüm sosial-iqtisadi göstərici olmaqla hər bir vətəndaşın minimal yaşayış normalarını təmin edir. Bir göstərici insan sağlamlığının və həyat fəaliyyətinin minimum təminatı üçün zəruri olan ərzaq, qeyri-ərzaq malları və xidmətlərin elmi normalar əsasında müəyyən edilmiş toplusudur. Yeni Sabah xəbər verir ki, yaşayış minimum və minimum istehlak səbətinin müəyyən edilməsi ilə bağlı məsələləri tənzimləmək üçün hazırda 2004-cü il 5 oktyabr tarixli yaşayış minimumu haqqında Azərbaycan Respublikasının qanunu qüvvədədir. Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının qanununa əsasən 2025-ci il üçün yaşayış minimumu ölkə üzrə 285 manat, əmək qabiliyyətli əhali üçün 305 manat, pensiyaçılar üçün 232 manat, uşaqlar üçün 246 manat məbləğində müəyyən edilib. Azərbaycan Respublikasında minimum istehlak səbətinin tərkibinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 23 iyun tarixli 118 nömrəli qərarı ilə minimum istehlak səbətinin tərkibi formalaşdırılmış, həmin orqanın 2014-cü il 6 iyun tarixli 182 nömrəli qərarı ilə də bu tərkib yeni redaksiyada əlavələrdə təsdiq edilmişdir. Qərara əsasən yeni redaksiyada Azərbaycan Respublikasında minimum istehlak səbətinin tərkibi qeyd olunan kimidir. Ölkədə bir nəfərin bir aylıq minimum istehlak üçün nəzərdə tutulan əsas ərzaq məhsullarının həcmi də qeyd olunan kimidir. Un və un məhsulları, çörək, makaron, dənli bitkilər və s. 10,64 kq. Ət və ət məhsulları 2,18 kq. Balıq və balıq məhsulları 0,76 kq. Süd və süd məhsulları süd, qatıq, pendir 21,72 kq. Yumurta ədədi ilə 15,4 ədəd. Kartof 6,38 kq. Tərəvəz və bostan məhsulları 9,5 kq. Meyvə və giləmeyvə 5,3 kq. Şəkər və qənnad məhsulları 2,5 kq. Bitki yağı, marqarin və digər piylər 0,83 kq və ya litr. Duz, çay, ədviyyat və digər məhsullar 0,41 kq. Qeyd edək ki, ölkəmizdə minimum istehlak səbətinin tərkibi sonuncu dəfə Nazirlər Kabinetinin 6 iyun 2014-cü il tarixli qərarı ilə müəyyən edilib və 10 il ərzində dəyişməyib. Buna qədər isə 2005-ci ildə təsdiqlənmiş istehlak səbəti düz 9 il qüvvədə olub.